Mercedes S-Class. İli nədir bunun? S63 2018. Qələbə bizimdir. İnşallah. Herkes bize üz olabilir. Çok maraqlı bir projeler gelir. Satmıram ha. İşte biləm ki, almaq istəyirsən, satmıram. Sen zannet ver də, nə olar? Sən özü ucuzlaşdırırsansa, bugünkü gündə öz əmək və az xidmət və pul alırsansa və sən onu keyfiyyətsiz görəcəksən. Sağara, qardaşım, ustum hardadır? Burada həm bildiyimə görə Neonun həm satışı, həm servisidir, ha? Həm də ehtiyat hissələri ucu gəstirilib. Bırak, maşın atanı bitirdik. Su əla. Bundan gözəl nə ola bilər ki? Maşın atanı Salam dostlar. Motivator Azar Tuning ilə birgə Yeni layihəyə start verdi. Hər kəsi salamlayırıq dostlar. Bu günləri biz Rüfətlə yeni layihəyə start verdi və o layihədə nədən ibarətdir? Avtomobilləri çəkəcəyik sizin üçün və avtomobillər nəyə qadirdir, nələr bacarıqları var, necə gedə bilir və hansı yollara. İlk verilişimiz bizim off-road stilində oldu. Gördüyünüz qədər biz Alacıda Laza kəndindəyik. Qusarın ən ucqar, ən yuxarı təpədə olan kənddir. Gəlib çıxmışıq bura. İnşallah bizi izləməyə davam edin. Baxın gör nələr olur. Deməli, bugünkü seçimimiz dağlıq olduğuna görə seçimimiz nədir? Hansı maşınlardır? Ferrari'dir, Lamborghini'dir, sonra hansıdır? Lamborghini, Ferrari'dir, Bugatti Chiron'dur. Və Çox məntiqi uyğun olaraq biz seçmişik. Çünki hal-hazırda görürsən hansı yerdədir. Sırf bura üçün də olar. Sırf bura üçün nəzərdə tutulub. Hansı maşınlar olacaq? İndi hal-hazırda deyək bizi gözləyirlər. Gəldi çıxdı. Çatdıblar. Mən gözləməzdim ki, doğrudan da Laza və buradadılar. dostlarımızı salamlayırım. Gəlin bir dənə. Hamımız hoş eləyək. Ümumi özümüz alqışlayaq. Həqiqətən halal olsun. Hamı burada. Bütün komanda. Zarafat, ama gün batmamış biz buradan çıkmalıyıq. Çünki çox maraqlı bir yoldur, maraqlı bir kollektivdir. Hamımız gəlmişik. Yəni bizim ilk avtomobilimiz arkada qalmayıb. Sadəcə ilk bundan başlayaq çünki önümüzdədir. Volkswagen G55 G-Class. Yəni bildiyiniz qədər off-road Niva da gəlir oradan görürsünüz. Bura gəlsin kesin. Off-road üçün yaranmayıb ama yoxladıq burada doğrudan da avtomobil. Bax görürsünüz Niva görün. Niva da. Köynə məktəb. Görün də qədər. Əsas təkərdir, yadda saxlayın. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 9989. Inline az. Я поздравляю Арифа с днем рождения. Я желаю ему терпения, здоровья самое главное. И что вот в этом году у него побольше было плюсов. Arif qardaşım, mən də gözəl təbriklərə qoşuluram. Səni ürəkdən təbrik edirəm. Allahdan sağ uzun ömür, can sağlığı arzulayıram. Allah sənin dostluqdan əksik eləməsin inşallah. Ailənlə inşallah həmişə xoşbəxt olasan. Sağ ol qardaş. Nagihan xanım gəlib bu günləri bizim yanımıza. Gəlin ona da alqışlayalım. Direkt Türkiye'den milyonluq bloger, Azərbaycanın fəxri, Türkiyənin fəxri. Nə sözləriniz var? Təbriklər. Valla uçuşum normalde bugün idi, çatdıra bilməyəcəkdim ama sənin üçün. Mənim üçün gəldilər.
Əzizlərim, hər kəs burdadır. Bu günləri bizim ad gündür. Qarlı hava da olsa da, çolğun olsa da çöldə, amma hər kəs gəlib, özü də bizdən tez gəlib. 6 dəqiqə gecikmişəm mən, amma bütün qonaqlar gəlib, hamı acdır yəqin ki. Gəlin onu da keçək içəri. Davamı eləyərik. Öpürəm Motivator komandası və hər kəs ürəyimsiz. Arifi ürəkdən təbrik edirəm. Bu günlər onun 37 yaşı tamam olur və mən öz adımdan, dostlarımın adından və İdman Cəmiyyəti adından Arifi ürəkdən təbrik edirik. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Motivator qrup adından, Motivator idarə heyətinin adından, ümumiyyətlə bütün dostlarımız adından təbrik edirəm səni qardaş. Forma bu. Rula bax sən. O tərəfdən keç o. Rula bax sən. Görürsüz. Dodge elə 2013 kapotu, rulu oldu 2026. 2026. Arif, çox sağ ol qardaşım. Rul, yəni elə bir təzə maşın sürsən də, bundan sonra Это старый, ora. это новый. SRT nasıl? Onu bana bax sən. Buna bax, bu rəhmətli. Rəhmətli. Bu hansı ki mən Arif danlayırdı burada. Bunun təzəsi. Super. Çox yaxşı. Qəşəng. Qardaşım, 2019-dan bu tərəfə zəhmət olmasa etap danışasan ki, Azart qrup hansı işləri görüb? İnanırsan biz də oradan da bu 5 ilə böyük əziyyət də çəkmişik, problemlə də üzləşmişik, amma çalışmışıq, yerində dayanmayaq, buranı açdıq. Yəni belə bir çıxmasın Bakı şəhərində məncə ən böyük tuning servisdir. Bugünkü gündə həm avtosalonu olan, həm restoranı, həm lunch zonası, həm bugünkü gündə даже barber shopumuz da var. Çalışmışıq dayanmayaq və indi üzümüzə baxan, yəni gözümüzdə irəlidə olan proyektlər, Dubayda olan proyektlərdir, xaricdə olan proyektlərdir. Azartı tanıdaq, böyüdək, Made in Azərbaycan brendini xaricdə yaradaq, onu reallaşdıraq. Yəni çalışırıq, irəli gedək, sizlə bir olaq. Yəni media tərəfdən hər zaman bizə kömək olmusunuz. Dostluq qazandıq siz tərəfdən, həm Motivator, həm Birol klubundan çox yeni yaxşı dostlar qazandıq. Salam dostlar. Çox şadam da oradan sizi bu günləri görməyə. Bura çox dəyərli və mənə yaxın olan insanlar gəlib. Həmçinin bizim bu Motivator klubdan gələn, yəni ilk kökdən və sonradan bir Birol klubu yaratmağı istədik. Doğrudan da yəni hər kəs bizə üzv ola bilər. Çox maraqlı bir projelər gəlir inşallah. Yəni çox sağ olun hər şeyə görə inşallah. Bugünkü gündə onu hər bir klub deyə bilməz ki, bu qədər bu qədər sona qədər. Sayımız az olsa da keyfiyyətimiz yüksəkdir. Hər bir-birindən yəni çox böyük kömək və dəstək görür. Yəni sizin mənim açılışımda hər kəs gördü ki, necə Birol və Motivator klubu yanımda oldu. 4, 3, 2, 1 və alqışlar gəlsin. Bravo! Necə deyirdiniz ki, mümkün deyil, Arif çatdırmayacaq, bilmirsən necə olacaq, məncə çatdırmazsan. Amma yenə də çatdırdıq. 72 saat mən yatmadım. Yəni düşünün ki, açılış ərəfəsi və açılış ərəfəsi o lenti necə kəsdim, necə oldum, ayaqüstü güclə. 72 saat yatmamağını canlı şəkildə mən, dostlar, hamı yəni tək sən yox, onlar da. Sən 72 saat yatmadın, biz də hardasa onun 24 saat, 18 saatın təxmini. Çox çətin idi. Çox çətin idi. Çox insan deyir ki, nə var ya bu nə bilir. Gecə saat 4 idi, buradaydıq. Açılışa bir tutka qalıb, hələ canavar çəkilib qutarmayıb orada. Hamı buradadır. Şükran orada zibil asfaltları yığır. Onlar da burada işləyir. Onlar orada yuxarını yığır. Bütün sabah şeyləri hamısını yığırlar burada. Hər bir uğurun arxasında və hansısa bir böyük layihənin arxasında böyük bir əziyyət durur və bugünkü günə biz onu görmüşük, həm də görürük. 6-3 motor, bildiyimiz. Yəni bu başqa söhbət. Mercedes S-Class. İli nədir bunun? S63 2018. 2018. Bu başqa mövzudur. Biz gəlmişik Azartın avto moykasına.
Yəni Azar- maşınlarımızın 24/7 olan yerdir, hansı ki kruqlastika işləyir də qardaşım. Gəlirdə 24/7 bəli. 24/7 moşvardadır yəni. Gəlirsən, maşını yuyursan, çıxırsan yuxarı, kofe içirsən, çay içirsən, kravasanla. Maşı yuvana qədər rahat istirahət edib kameradan da izləyirsən maşını. Detailing moyka 3 mərhələli alt, üst, iç, çöl, voskulu, spesial voskdan ki, üzərində su qalmayacaq. Tezliklə yaxınlaşın bax. Hamıya maraqlı olan nədir ki, qiymət nədir qardaşım? Qiymət çox yuxarı eləməmişik, standartlara uyğundur, 25 manat sedan, 30 manat üçün. Amma detallə moykadan söhbət gedir. Adi dərman napor deyil də. Adi dərman napor var. Adi dərman napor qurutma var. Onu ucuz elədilər motivatordan gələn insanlara. Onu heç kim eləmir. 10 manat. Gəl. Hətta gələnlər əsas gəlir opsiyada ümumi detalli. O ümumiyə gəlirlər. Понятно. Bu da lisan hansı ki yuyulmuş vəziyyətdə. Hələ yuyulur, hələ təmizlənir. Birinci sloy. Lisanla bildiyiniz qədər maşın yuma modu var. Onu basırsan, özü tamamilə özünü atmışat edir, padnoşkalar açılır və istədiyin halda ucu yumur. Arifin təzə maşınından danışmaq istəyirəm. Bu günləri ən populyar, ən çox satılan modellərdən biri Li 9, Li 8, Li 7, Li 6, Li 5-i bilmirəm. Nissan modelləri. Nissan modelləri hansı ki 3 ildə, 4 ildə, 3 ildə demək olar ki böyük bir populyar olub. Bütün SNG dövlətlərində demək olar ki nömrə 1 maşınlardan sayılır və haqqına da sayılır. Niyə haqqı var? Keyfiyyətinə görə, yəni komfortuna görə, nə bilim, sürətinə görə bu maşında hər şey var. Bu arada istəyirəm Arifin özü Li sahibi olaraq danışmaq Arifə düşər. Niyə görə Li? İndi BMW həmişə sevmisən BMW-ni, yəni həvəskar olmusan. Li niyə qardaş? Bu qədər maşın olaraq indi Li-ni niyə seçdin? İnanın ki, doğrudan da bir neçə ildə hər cür maşınım olub. Hər cür maşınım olub, hamısını testdən keçirmişim. Heç vaxt bilməzdim ki, doğrudan da mən nə vaxtsa Çin istehsalı olan avtomobil. O salı sənə verdim. Amma Çinin burada təkcə adı var. Qalan şey hamısı Avropada, Amerikada və s. Böyük şirkətlərdə, hansı ki, yönetici şirkətlərdir dünyada. Və dünya avtopromuna bu avtomobil çıxdı. Mən onu yoxladım. Normalda sağ olsun dostlarımız verdilər bunu. Mən bir həftə sürdüm. Sürdüm və gördüm ki, odur. Həddindən artıq, yəni kim danışırdısa, yəni doğrudan da o duygunu, o hissi, o sakitçiliyi hamısını bunda tapdım. Yəni hər bir avtomobil sürmüşəm, yoxlamışam, amma gündəlik çox rahat. Həm hündürdür, həm rahatdır, həm genişdir, həm ekonomdur həddindən artıq. Və gördüm ki, budur da. Niyə əlavə pul verməlisən də? Niyə 200-300 min başqa bir bunun klassında olan avtomobilə verməlisən ki, hansı ki, 100 minə bunu da ala bilirsən. Yəni çox rahat şəkildə. Yəni insanlar var ki, bugünkü günləri öz modellərim, Maybach, Range Rover'i, BMW-ni satırlar, bunu alırlar və deyirsən ki, düz eləyirlər də, yəni bu günləri. X7-ni satıb buna keçiblər, GLS-i satıb buna keçiblər. Dostumuz var, nə bilim, S-klassdır, Semyorkadır, həm hündürdür, həm rahatdır, həm də qiymətdə münasibdir, həm də təzə sıfır maşındır. Yəni 5 il qarantiya da verilir bu avtomobilə, 200 min kilometr допустим, gedişinə verilir ya 5 il belə seçirsən ikisindən birini. Həm də bunun məndə servisi var. Bugünkü gündə Azart servis Neo Motors'dan bildiyiniz qədər kollaborasiya edib və bunun sırf Çin avtomobillərinin servisini göstərir və hər bir ehtiyat hissəsi əldədir. Yəni ön hissəsi olsun, arxa hissəsi olsun, kapot, fara, buferlər, hər şey bu avtomobilə var. Sabah yəni bunu alıb... Monitor var, monitor. Nədir söz var ha? Monitora qədər bu. Bu monitor... Monitoru amma elə bir betonlayıblar var, nə səs var, nə bir şey var. Həqiqətən... O benim maşınlarda fırç nə bilim. Yəni bunu bir yoxlayırlar da, belə bu şəkildə yoxlayırlar. Yəni bunda demək olar ki... Bir də çık-pık yoxdur bu maşında. Yəni səs deyilən şey yoxdur da, bax. Minimalizmdir, bir də... Bax, çölü səsinə bax, çölü səsinə bax, bu da bax. 2-dir də şüşəsi. Maynon şüşələr. Maynon şüşə. Buna bax. Səs demək olar ki... Sakitçiliyi, rahat, super audio sistemdir. Knopkalardan bir dənə bu knopkadır bizdə. Avarin də buradadır da. Bir dənə avarin. Bir dənə avarin oradadır. Yaxşı. Onu da Tesla'dan oğrayıblar. Monitoru görürsünüz də, heç bir maşında, yəni demək istəyirəm ki, başqa modellərdə, yəni söhbət İkiyə bölünür də istədiyiniz anda. Burada film izləyə bilərsiniz, multifilm izləyə bilərsiniz yolda. Burada da öz naviqasiya var. Belə də knopka var ki, bunu basırsan naviqasiya keçir ora. Ha, bura keçir.
Sura Su şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5'lik qablarda su çatdırır. Qonaqları salamlar. Hoş gəlmişsiniz, hər zaman siz gələsiniz. Yəni ildə bir dəfə çalışırıq sizi toplaya. Dostumuzun biri deyib ki burada, sən bir yeganə insanlardansan ki, sənin bir istəməyən yox. Və işçilik Arif, bax bu dostlar bugün sənə görə gəlirlər. Azad Qrup niyə görədir Azad Qrup? Çünki Azad Qrupun tərkibində çox işlər var. Bir dənə yəni servisdən, bundan söhbət gedir. Azad Qrupun həm futbol klubu var, həm bugünkü gündə salonu var, həm avtomobillərin gətirilməsi, bəli. Ehtiyac hissələrin. Bəli, futbol klubu demişkən, birinci səhifədə. Buradadır. Ha, o cəsə. Bəli, birinci səhifədə. Bunu mən sizə göstərim. Bütün yaş qruplarında Azad futbol klubu var. Gənclər, uşaqlar 12 yaşından deyəsən 16 yaşına qədər təxmini. 2020-ci ildə biz sizin verilişdən sonra bu klubu yaratdıq. Bugünkü gündə yəni doğrudan da çox gözəl nailiyyətlərə gəlmişik. Yəni böyük bir kubokları udmuşuq. Zəfər kubokudur, Bakı kubokudur, Fire kubokudur. Respublika çempionatında çox gözəl nəticələr verir uşaqlar. Çalışırıq gənclərə, futbola və ümumiyyətlə idmanın inkişafına bildiyiniz qədər kömək olar, dəstək olar. Yəni hər zamanki kimi. Məlumatı bir dənə. Deməli martın 29-undan aprelin 3-nə qədər İtaliyanın Revanna şəhərində beynəlxalq çempionat var. Azərbaycanın 2 klub təmsil edir. Sabah klubu və biz. Azad klubu. Yəni demək olar ki, orada Juventus, Atletico Madrid, Real Madrid, PSG, bütün dünyanın tanınmış klubları oradadır. Azərbaycan'da da 2 dənə tanınmış klub. Azad onları sevilir. İnşallah uğurlar, inşallah. Qələbə bizimdir, inşallah. Yəni Arif həmişə idmanla həm bizim Azərbaycanda, həm də bizim layihədə yanımızda duran bir iş adamıdır. Hansı ki, baxı görürsünüz, bütün idman layihələrində iştirak eləyir və burada da Arifin, yəni həm bu jurnalda özü də var. Gördüyünüz kimi burada laureat verirlər Arifə, yəni idmana verdiyi dəstəyə görə. Ateşli salamlar! Cabbar bu döyüşlə öz gücünü göstərdi. Mən bura istəyirəm dəvət edeyim mənim dostumu, hansı ki bu günləri bizə çox dəstək oldu. Arifi istəyirəm bura dəvət edeyim bu gözəl məkana görə. Azarta həqiqətən alqış düşür. 2 gündür bizlə əziyyət çəkir. Bir dənə Arifi gəlin alqışlayaq. Həqiqətən Arif çox sağ olsun. Nə demək istəyirəm? Bugünkü günləri bunun məkanı, tuning yeri, hansı ki illərdir ki fəaliyyət göstərir. Azarta hamı tanıyır. Hansı ki gözəl işi ilə və bu insan bizə görə 2 gündür, 3 gündür öz işindən olub. Ona görə sənə dərin təşəkkür bildirirəm. Sadəcə olaraq insanlar bunu başa düşsünlər ki, idmana dəstək olan insanlar var. Hansı ki öz işini qoyub kənara, bu günləri bura, bu məkanı bizim üçün, yəni bizim xidmətimizdədir. Sənə dərin təşəkkür. Həqiqətən çox sağ ol mənim qardaşım. Çox sağ olun dostlar, hər kəs gəlib bura bu günlərdə oradan da neçə gündə əziyyət çəkir. Rüfətin komandası, bizim uşaqlar. Yəni balaca bir işdir. Doğrudan da idmana dəstək, gənclərə dəstək olmalıyıq. Hamımızın borcudur. Bu bizim missiyamızdır. Əlimizdən gələn eləyirik. İnşallah belə bir tədbirlər daha çox olsun Azərbaycanda. Yəni fəxr eləməliyik ki, gözəl idmançılarımız və gözəl təşkilatçılarımız var. Sağ olun. Qiymətlərlə tanış olaq. Makaron tələbəsi deyirsiniz siz?
Saxara qardaş. Saxara salonu tələbəsi. Narahat olma, narahat olma. Sən narahat olmasan. Kontovka. Dozor bu nə günə qoyacaq. Saxara dostu gəlmişdir, burada ustalar. Boyun başı kesirlər bir dəqiqə. Narahat olma. Saxara, qardaşım ustum hardadır? Ala, canım gelmişdi sana getdi. Ha, saqqal 10-15 manat, burası bilmirəm 10-15 manat necə, onu tərcüməliyim. Uzun saqqal yəqin Səndən 15 ortamadı, səndə 10-15, səndə 17 manatdır qardaşım. 17 manat, qiymətlər də buradadır, bax gördüyünüz kimi. Saxara salonu qiymətləri. Ucuz və keyfiyyətli. Ən bahalı da usta bu dəqiqə Rüfət Həsənovdur. Bəli. Ustalar qardaş, yazılmaq mümkün deyil. Problem yoxdur, gəlin. Qabaqcadan rezervasiya. Sizin üçün yer taparam. Narahat olmayın. Prosta bir məsələ var ki, ancaq gəlin Azarta da, yəni burada, yəni mən burada işləyirəm, başqa yerdə işləyirəm. Bura, maşın açanı itirdik. So əla. Bundan gözəl nə ola bilər ki? Maşın açanıdır. Bir insan deyir, çox danışır, az hərəkət edir də məsələn. Biz çox danışan insanlarıq, nə mənada ki, bizim işimiz danışmaqdır. Kollektivlə işləməkdir, verilişlərdir, tədbirlərdir. Yəni bunlar, bu işlər varsa, yəni onları danışmadan mümkün deyil, yəni. Təbii ki. Sadəcə olaraq bizim danışdığımızın yəni danışdığın ölçüsü. Etdiyimiz işin ölçüsü o qədər böyükdür ki, qıraqdan zaten elə ki görülür ki biz yəni çox danışırıq. Ancaq ki kənarda olan işlərin sayını görməyən adamlar olur. Elementar bir şey deyim də sənin sözü kəsirəm üzrə. Bu şey dedin nə? Növbət tədbirlə bağlı. Bəli. Deyirəm çox xoş xatirədir ki, Tural. Keçən tədbirdə çıxdım ki biz 3-cü şöbəmizin şeyindəyik də. Hələ bir olmayıb ha qardaş. Təsəvvür elə ki orada 250 kvadratlıq təmir edirdik obyektimizi. İndi növbəti tədbirdə biz artıq 1000 kvadrat təmirindəyik. Və bu inşaftdır, bu uğurdur. Yəni mənim sahəm budur qardaş. Mən bu üzrə işləyirəm. Mən əgər şey olsaydı, nə deyirlər ona, elm adamı olsaydım, o sahədə də belə olardım. Yəni inşaat davamlı hər sahədə olmalıdır. Və biz bərabər böyüyürük. Nə xoş ki, o günlərdə də motivatorlanırıq, bu günlərdə də motivatorlanır. Və motivator bu barədə həqiqətən də mən o keçən şey tədbirlər edirdim. Motivatorun tədbiri çox şeydir də tədbirlərə. Motivatorun tədbirlərindəki o ağırlıq, o güc, o səviyyə, ona görə başda sən olmaqdan motivator ailəsinə təşəkkür edirəm. Allah razı olsun. Biz bir yerdə güclüyük qardaşım. Həqiqətən. Biz hər birimizin uğuruna sevinən insanlarıq. Bu uğur ikincidir qardaşım. Bu uğur ikinci şeydir. Sən belə elə, o belə saxlayacaq, sən də onun arxasında saxla, belə qal. Yaxşı. Nə qəşəng söhbətdir bax belə. O görsünlər ki, bax burada hal-hazırda çəkiliş gedir. Yəni bu barədə zaten problemlərlə bərabər, xoş günlərlə bərabər xoş atmosfer yaratmaq lazımdır. Bizdə Rüfət müəllimin maşını Dolcudan, siz neçə aydır bizdədir, aşağıda dayanan Dolc. Siz nə məsləhət görürsünüz? Dayanan maşını yadından çıxıb yadına dəyişir. Oradakı məsləhət bilirsiniz nədən ibarətdir? Baxın, yağın zamanla karterə yığılması, uzun müddət qalması, yağın özünün özülüyündə qatılıq əmələ gətirir. Yəni, yağ nə qədər qalırsa, bir o qədər qatılaşır. Ani momentdə onu siz mühərrik işə salanda, o yağın duruluq halı formalaşmadığı üçün yağlama yaxşı getmir. İstər bunun el arasında stakançıqla əldə edirlər. Onun səs salması, yaxşı yağlanma getməməsi və mühərrikin içərisindən naqırların əmələ gəlməsinə gətirib çıxardır. Ona görə uzun müddətli maşın yağlanma getmədikdə, dayandıqda yağının dərhal dəyişməsi tövsiyə olunur. Görürsünüz əziz tamaşaçılar, onu hər kəs bilmir və bizim baş mütəxəssisiz, doğrudan da çox bilikli insandır və bugünkü gündə Azərbaycanda emin qədər məncə bilən yoxdur. Yaş hansı yağdır? Yəni yağburada yağlar? O, ümumiyyətlə Azərbaycanda belə bir şey var da, müxtəlif ustalar müxtəlif özürlü yağları tövsiyə edir, amma istehsalçının özünün yağ tövsiyəsi var. Bu, Amerikada istehsal olan avtomobillərdə 5W20 özürlüklü və yaxud da 5W30 özürlüklü, APSP ilə və yaxud da İlsaq GF5 və üzəri yağı olan tələblərlə tövsiyə olunur. Sizin avtomobillərdə bu tələb budur. Yəni, Dodge-da tələbi budur, yəni bu sırf bu yağlardır. Bu neçə min kilometrə qədər, məsələn, 10.000, 15.000, 20.000, get-gedə arxada get, 50.000-dir. Yəni, yağ olacaq, ümumiyyətlə ömürlükdür, vurdun, darjov, sonra gəlir. Yox, baxın, eksploatasiya xarici dövlətlərdəki tələblərə uyğun olaraq tamam fərqlidir, Azərbaycanın tamam fərqlidir. Bunun içərisində yanacaq da girir, bunun içərisində keyfiyyətli yağ filtri də girir, bunun içərisində keyfiyyətli digər filtrlər də girir. Və eksploatasiya ərzində siz onu
daimi olaraq sürət həddini belə deyək ki, 2000 dövriyyədə 80 ilə sürdüyünüz hallarda 2000 dövriyyədə sadəcə olaraq kartlarda 40 və 30 ilə sürdüyünüz hallarda. Azərbaycan üçün bizim tövsiyə etdiyimiz 10.000 kilometr bütün belə deyək dövriyyələr nəzərə alaraq 10.000 kilometr biz ona görə veririk. Yəni imkan daxilində 10.000-ə çatdırmadan 9-da 8-də nə qədər sən maşının yağın vaxtından tez değişsin, vaxtından tez değişməyə onun xeyrinədir, ziyanına deyil. Yanacaq əmsalını yaddan çıxar. Onda heç də maşını salaq məncə içəri. Rüfət müəllim rekord qırır, qardaş. Normal yağda biz 15.000 gedə bilirik, 85.000 gedib. Halal olsun. Ben maşını öldürüm. Daimağıdır, buna ama bal deyil, bir bal. Ha, Naxçıvandan gəlib istər. Burada yəni Dodge-un keyfiyyətindən söhbət gedir də qəbul. Satmıram ha. Eşidirsən? Biləm ki, almaq istəyirsən də satmıram. Sən zannət ver də, nə olar? Eşidirsən mən? Buna bax, dəmirinə qədər. Belə baxan adamı belə biləm. Mənim maşında elə eləmirlər, görürsən? Satki müştəri başqadır. Hə, onu satmır. Satmır. Halal olsun, əllərimiz var olsun. Azart Tuning 2005-ci ildən fəaliyyət göstərən Azərbaycanın avtomobil sənayesində tanınmış brendə çevrilib. Azart Group hər zaman idmançılarla sıx əlaqədə və idmançılarımıza dəstək olmuşdu. Bunun bəs indi bizim yollarımızda belə şey yoxdur, ancaq xaricdə var. Məsələn də avtopilotu da demək Bizdə də işləyir avtopilot. Yəni qoyursan özü gedir də. Məsələn Gəncədə deyəsən məncə orada yollara uyğundur da. Belə bir yollarda işləyir, sadəcə qoşmaq lazımdır onu. Mən qoşmamışam, inşallah sabah. Yəni qoşanda özü sürür, yəni sən dayanırsan özü sürür. Tam rahat şəkildə, yəni bunların avtopilotu dünyada bir nömrə avtopilot seçilir. Lidarın sayəsində lidar da var. Bunun lidarı var üstündə? Ətrafı hər şeyini yoxlayır. Yəni 12 dənə kameradır. Dil də ingilis dilində, ingilis dilində. İngilis dili, rus dili yazmaq olur da, Luboy türk dili də yazmaq olur. Nə istəsəz yaz. Sim kart var, qoşulursan, Wi-Fi interneti, postanə, nə istəsəz özünə abunəbiləsini idarə edir. 3 tonluq avtomobildir, hələ sport rejimi deyil də, bu komfortdadır. Bir dənə sport at görmür. Çevirirsən. Sport atanda nə olur ki? Radara gəlib girişəcəksən. Yox, girişmərəm. Həm də zaratka söhbətimiz var, bizim zaratkamız azdır. Zaratka azdır. İndi hal-hazırda bu şeydə gedir, zaratkada gedir, düzdür? Hibrit modundadır. Burada 3 moddur. Benzin, elektrik, hibrit. Aha. Üçünlər. Biz indi nə deyik? Hibritdə gedirik. Hibritdə gedirik. Var bunun hibridi, var bunun benzini, bir də var elektron, düzdürmü? Yəni hibrit söhbəti nədir? Hibrit olanda elektronla... 2 elektromotordur bunda, bir dənə də normal motordur, 1.5 həcmində. İstədiyin standartda, bax, komfort, sport, Passatkan seçirsən, bax, hal-hazırda amortizatorlar keçdilər sport rejiminə. İndi gedirəm Ariflə, çoxdandır Dodge-umuzu görmürsünüz verilişlərdə, çünki Arifdə idi maşın. Maşın başdan ayağa həmişə olduğu kimi Arifin məkanında yığıldı. Gedək görək maşınımız hal-hazırda hansı haldadır. Ancaq ki, liyini sürəndən sonra dedim ki, həqiqətən bu maşın elə bir maşındır ki, əsl alınması maşındır. Qiymət, keyfiyyət, rahatlıq. Mən daha deyərdim ki, başqa maşınlara baxanda Mercedes-ə, BMW-yə, bunun komfortu, bunun keyfiyyəti, bunun onlardan dala qalmır. Bəzi yerlərdə daha üstündür. İndi düzün danışaq da, indi nə başqa şirkətlərin xətirlərinə deyirik ki, bu qədər funksionallıq və bu maşını dünya blogerları, hansı ki, həqiqətən maşından azdan çoxdan başa çıxanlar, ən azından bizdən çox bilən, məndən, Arifdən deməli, məndən çox bilən adamlar var, hansı ki, bu işdədirlər. Yəni, prama ilə prama. Yəni, bu işdədirlər, əksəriyyəti bu maşını sürür. Yəni, bu maşını reklam xatirinə sürmür, alıb, ola bilər, endirim eləyiblər, nə eləyiblər öz yerində. Ancaq alıb bu maşını sürürlər. Çünki mən də bunun 20 dəqiqədir maşını sürürəm, maşın yormur. Range Rover istəyirdim, baxırdım ki, əldə eləyim, almaq istəyirdim. Qalmışdı Range Rover-la Nissan'ın arasında. Range Rover həvəskarlarına salam buradan deyirəm. Ancaq ki, bizi başa düşmək üçün, Arifə başa düşmək üçün sən liyini sürməlisən ki, onu başa düşəsən də ən azından. Və mən Range Rover-i sürmüşəm, liyini də sürmüşəm. Həqiqətən rahatlığı çox fərqlidir də, yəni özünü göstərir. 2020-ci ildə qoyduğum məqsədlər
2024-də, 2025-də ona doğru gedirsən, yoxsa necə? Hər bir üz gördük, hər bir insan tanıdıq, çox bir real həyatda, yəni bir yerdə Rüfətlə əziyyətlər çəkdik. Doğrudan da yəni dayanmadıq, işlədik, Birol klubu yaratdıq, mən buranı qurdum, başqa işlər gördü Rüfət. Pandemiya, müharibə, gör nələrdən, yəni biz birinci verilişdən sonra danışırıq ha. Addımlar getdik, step by step deyirlər, yəni düşünün ki, bir neçə step qalxmışıq. Hardasa biz 30 pillə qalxmışıq və hələ də dayanmırıq, çalışırıq qalxaq. Yəni o vaxt Rüfət çəkdi ki, necə cavan oğlan gəlib, Olimpik Star birinci bir obyekt idi şəhərdə, hansı ki, belə bir böyük tipdə. Çox maraqlı idi, çox rezonans verdi, yəni hamı baxırdı, yazırdı və ondan çox da oradan da tanındı. Bugün gördüyünüz kimi avtoservisi gəlmişik çəkməyə və ən yaxşılardan olan Azart servisə gəlmişik və gəlin gedək, Azart servisi necə qurulub, hansı şəkildə işləyir, onunla bağlı mən sizə informasiyanı verim. Arif, salam. Salam aleyküm, hoş gördük. Hoş gəlmişsiniz bizim qaraja. Tanındıq və insanlara çox müsbət bir enerji verdi, ötürdü, motivasiya verdi ki, sən də doğrudan da nəsə bacara bilərsən. O demək deyil ki, sənin kiminsə yoxdur, sən istəmirsən səni. İnsan istəsə boş bir yeri, səhralığı çevirər bir oazisə. Yəni bildiyiniz qədər Dubayda sıfırdan yaranıb və necə gözəl bir şəhərdir bugünkü gündə. Həmçində biz, bura heç nə yox idi. 4 dənə boş divar idi, nə gördüyünüz qədər burada absolut nə Olimpik Starda, nə Nərimanovda, nə də burada. Çox adam deyirdi ki, girişmə, eləmə, niyə lazımdır sən, nə inəcəksən, bu qədər rasxod, bu qədər şey. Amma deyir ki, olsun. Niyə də olmasın və inanın öz məqsəd qoyun, özünüzə inanın və gedin irəli və sən onu özün bilirsən məndən yaxşı ki, insan istəsə hər şey eləyər. Yəni, нет ничего возможного. Yəni, 3 dənə qanunu var da, нет ничего невозможного. Bugünkü gündə şükür Allah, nail olmuşuq bəzi orzinlərə, bəzi fərmanlara, yəni belə bir yer açmışıq, amma yenə də mən özümü böyük bir insan saymıram ki, deyim ki, mən də sıravi bir vətəndaşam, öz ölkəmin bir vətəndaşıyam, çalışıram nümunəvi bir insan olaq, düzgün olaq, faydalı olaq. Şiraslan, firmenная стойка. Firmenная стойка, это наш брат, наш друг, это Texas Ranger. Şiraslanla biz bu günləri, Şiraslan öz belə mükəmməl atını gətirdik. Brutalni. Black Edition Hammer 3.7 motor, 300 at gücünə malik olan avtomobildir. O da heç bir problemsiz, çox rahat gəldi, keçdi. Ekskluziv Azart tuning. Şiraslan MMA. Şiraslan MMA. Ha, çəkil sən story üçün. Əla, super. Şlapa ilə bu kovboyski papaqlı əslaslı. Neçə ildir Azart tuninglə işləyirsən Şiraslan? Yaraşmır. 17-dən. 2017-dən Azartdadır. BMW görüb, Hammer görüb, hər şey görüb. 6 ildir bu insanın maşınlarını biz yığırıq və çox yaxın dostlaşmışıq. Və bundan sonra elə... Biz yıxsaydı dost olmaz. 60 il. 60 ilə bərabər. İnşallah. Edəsən? Yaxşı. Narahat ol, məni çıxaracaqlar sənə. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim qardaş? Problemin həlli buradadır. Həm də keyfiyyətindən tam əmin olun. Bu gördüyünüz, bura hansısa bir restoran deyil, golf klub deyil, qeyd elədim. Damaşlı yeməklərdir. Hə, damaşlı yeməklərdir, çox dadlıdır. Arifin məkanında, Azart qrupda. Abed eləmək istəyən gəlir burada maşınını verir, maşın orada yağın dəyişir, abedin eləyir. Yiyəsi də burada oturur. Yuyulur maşın, nəsə düzəlir, sən də burada oturub çörək yeyə bilərsən. Bundan sonra qəlyanımız da var, kofemiz də var, çayımız da var yüksək səviyyədə. Sən orada oturub yemək yeyərkən monitorda izləyə bilərsən sənin maşında nə işlər gedir. 56 dənə kamera qoşulub bu servisdə, yəni bir dənə milçək belə uça bilməz bizim icazəsiz.
Görürsünüz də, yəni Azart qrup həqiqətən bu günlərin nəyə ehtiyac varsa burada var. Çox sağ ol. Həm yüksək səviyyədə bu xidmət, bunun Günləri keyfiyyəti. sırf dedik ki, ev yeməyi olsun, gözəl. Belə istəsəz ayrıca yeməklər də var, fast food da var, club sandviçlər var, amma bir gün ev yeməyi seçdik. Ev yeməyi həmişə var. Nuş olsun. Burada həm bildiyimə görə Neonun həm satışı, həm servisidir. Bəli, həm də ehtiyat hissələri уже gəzdirilib, все, что нужно есть. Neo Arifin partnyorudur. Bəli. Neo Motors, hansı ki Kitaydan elektrik istədiyiniz modelləri gətirə bilir. Gətiririk və servisini göstəririk. Düşün ki, avtomobildə Avatarın rəngi süperdir. Rəngi, içi, çölü, dizaynı. Avatar. Sigdan avusatı. Nissan'ın bütün aksesuarları zapçasları. Yani buferden tutmuş, paralar, buferler, bütün aksesuarlar, patpres, bagaj, kaput, hər şey var. Hər şey var. Nissan bildiyimiz kimi Azərbaycanda çoxlu sayda satılır və çox da həqiqətən. Zikirdir Nissan, pik prodaj olarak. Bilməyəndə, yəni xəbəri yoxdur ki, birdən problem olsa nə edə bilərik? Onu da qeyd edirik ki, gəlsin buradan, gördüyünüz kimi nə problem çıxsa dəyişmək üçün bizim yanımızda. İstədiyiniz formatda disklər. Hansını seçsən? Mənə bax, bu xoşuma gəlir. Bir də qazanlar xoşuma gəlir. Qazan nasıldır ki? Yox, bu. Bu? Burada da? Qazan satılıb. İnşallah sifariş. Bu da yaxşı. Burada diller yazılır, simkalar qoyulur, bütün elektron problemlər həll olunur. Hansı aksesuar lazımsa aksesuarlar qoşulur. Yəni buyurub gələ bilərsin. Azərbaycanda elə bir yer cəmi yalnız buradadır və bugünkü gündə SNG-də belə bir yer yox. Əldə olan detallar. 7x5 kimidir. 8, 9, Özür mən dediyim ağ rəngidir. Özür mən dediyim ağ rəngidir. Ağdır deyil, bu? Krem. Это слоновый кость. То же самое, просто здесь не капитанские кресла, да, здесь обычное кресло. Ну, удобно. Mütəxəssisdir, neçə ildir bizdəndir və sırf elektrokarlardan çox bir şey bildiğim bir insan. Nissan Avtonun ehtiyat hissələri o biri Kitay brendlərdən nisbətən Tam elektrikli deyil. O da bir müsbət cəhətdir ki, bugünkü gündə çox adam qaçır tam elektrikli. Uzun məsafəyə getmək üçün məsələn Nissan belə deyək ki, həm onun təmiri asan olan bir texnoloji hamısından keyfiyyətli düzəlibdir. Bu mənim subyektiv fikrimdir. Zikrlar necədir? Zikrlər elektromobillərdir, ancaq ki, avatarla onlarda konkurentdir, düzdür. Kim özünə görə istəyirsə, seçimli zikr deyirlər, avatar deyirlər. Məsələn, kim texnoloji avtomobil sürmək istəyirsə, onlar götürürlər avatar. Ancaq ki, kim istəyir ki, daha da komfort olsun. BMW Mercedes söhbətidir. Bildiyimiz qədər ikisi də elektrikli, ikisi də fərqli. Biri gəlir BYD Z9 Denza. Burada elə ölçüyə gəlməyib, ancaq onu indidən Gəldiyində birinci biz Denza, inşallah. Denza, Avatar var, Zikr var. Onlara həqiqətən böyük bir konkurent gəlir. Denza Z9 BYD. BYD birinci yerdə gelir. Niyə görə? Çünki Çinin ən birinci brendlərdəndir, yaradıcı brendlər. 15 il bundan qabaq. Bakıda dəqiq BYD-lər var 2002-ci il. Yadıma gəlir o vaxt BYD. Verilişlərə. Amma o vaxt o dizayn yoxdur, o şey yox. İndi maşallah başlayıblar, çünki köhnə bir brenddir, yəni передовой bir brenddir, dövlətin şirkətidir, maraqlıdır. Kitaylılara halal olsun ki, həqiqətən bu maşını yaratdılar. Yəni indi mən fikirləşirəm bundan o tərəfə yoxdur da. Это так, в принципе. Var buna konkurent Aito, var buna konkurent gəlir BYD-dən End9. Yəni bu segmentdən söhbət gedir də. İndi Aito'dur. O bir-iki dənə model var, onlar baxmışam, prosta indi yadımda deyil hansılar. Amma əsas Aito'dur bunun, yəni Kitayda olan potensial rəqibi, konkurenti. Bir də dediyim kimi BYD-ni N9-a gəlir. İndi mən onu da gözləyirəm ki, gəlsin. Bir dənə Atsuda направо. N9-u bir də Denza var BYD-də. Z9, Z9. Ondan ama o da Zikr'ın konkurentidir.
Praktiklikdən elə çıxsınlar, görəyən. Bu faktiki çıxdı. Təsəvvürlə ki, öz maşınlarımı sürəndə bitipslarımı mən yəni əlimi vur Arif, Arifin əlimi vur. Bax, dəmir kimidir. Nəsərdir? Görsən, tam ki, məşqdən deyə bu gün ərzində 100 kilometr sürürəm axı maşında. Onunla bunun mən sürdüylərim arasında yerlə gök düz deyim, o vaxtın dövrünə görə onlar da yumuşaq idilər. Burada indi o qədər ki, necə deyil, inkişaf gedib ki, sağa gedəcəm. Rul elə bil ki, belədir də, belə elə fırlanacaqdır. Belə elə dəhşətdir də yəni. Kimliyini sürməyibsə, sürsün, mən ilk dəfə sürürəm. Həqiqətən o deyilənlər var, hansı ki danışırlar ki, bu yəni, nə danışırlarsa düz danışırlar, dili ilə bağlı. Komfort, keyfiyyət, üstəlik sürət. Baba, mənə sürmək istəyir, ancaq biz öz qaydalarımıza riayət edirik. Remen yerində, bir də ki, sürət həddini hansı maşını sürsən sür, sən samolyot sürürsən sür, ancaq ki, sürət həddini aşmaq olmaz. Ümumiyyətlə, çalışın, tək sürəti yox, heç bir həddləri heç vaxt keçməyin. Aşmayın da, çünki aşırdarlar, olmaz elə. Yəni, bugünkü gündə demək olar ki, vinili qadağan eləyiblər. Heç kəs gəlmir vinilə, vinilli maşınlar azalıb gördüyünüz qədər. Eyni anda 60 maşına xidmət göstərə bilirik. Yəni, yüksək səviyyəli. İnşallah, buyurunuz gəlin. Yəni, hər şey mümkündür də. Yəni, hər şey pulun başındadır. Pulun varsa hər şey mümkündür. 2009 olub 2024 ancaq zavodun özü bunu istehsal eləmir. Nə bu rəng var, nə də bu qırmızı rəng var. Şahmatı yaradan insan, düşün ki, o vaxtı həmin oyunu zapret elədi, qadağan qoydu və həmin adamı edam elədi. Görsən, Arif... Xəsə bu vurur, elə də yalan. Canım getmişdi, sana getdi. Qalinvagin də hərbi üçün buraxılır. O vaxtı İran şahı öz ordusu üçün bu avtomobilin bir neçə aksiyasını alıb Mercedes'dən və öz ordusu üçün Qalinvagin zakazır 61-ci ildə. Bunda aldadan da olub, neysə pričina axtaran da olur, o hər yerdə var. Böyük endirim istəyən də olub.